Avropa oyunları ərəfəsində milli geyimlər və mədəni irsimizin təbliği də həyata keçirilir. Əsrlərin yaddaşı adlı layihənin məqsədi 1-ci Avropa oyunları ərəfəsində Azərbaycanın milli geyimləri, xalq sənətinin növlərini real və virtual aləmdə təbliğ etməkdir. Layihənin reallaşmasında Mədəniyyət və Turizm Nazirliyi ilə Dan Beynəlmiləçi Gənclər İctimai Birliyi birlikdə fəaliyyət göstəriblər. Bu zaman mədəni və mənəvi dəyərlərimizə həssaslığın artırılması, onlarda yüksək vətəndaş keyfiyyətlərinin formalaşması, Azərbaycanın milli mədəni dəyərlərinin qorunması və təbliğ olunmasının əhəmiyyətinin xarici qonaqlara çatdırılmasına diqqət edilib. Layihə çərçivəsində çəkilmiş promo videoda Azərbaycanın milli geyimləri, xalçası, gəlağayı, zinət əşyaları, suvenir kuklaları və şirniyyatı arasında olan əlaqələr, onları incə tellərlə bir-birinə hörən bağlar təsvir edilib. Layihə çərçivəsində milli mədəni irsin təbliği ölkədən xaricdə də həyata keçirilib. Bu işdə bizim uşaqlar, gənclərimiz bilirsiniz necə ürəklə çalışıblar. Ona görə ki, onlar vətənpərvər insanlardır. Latviyaya göndəririk, Rusiyaya göndəririk, orada da göstərirlər. Yəni bax bu milli mədəniyyətin təbliği üçün biz əlimizdən gələni eləyirik. Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Vüqar Şəmmədovun sözlərinə görə belə layihələr Avropa oyunları ərəfəsində Azərbaycanın tanınmasında mühüm rol oynayacaq. Milli geyimlərimizin tanıdılması, əl sənətkarlığı nümunələrimizin tanıdılması baxımından belə bir layihənin, birgə layihənin həyata keçirilməsi deməli təqdirə layiq haldır və çox müsbət haldır ki, qeyri-hökumət təşkilatları da Avropa oyunları qabağı belə bir aktivlik nümayiş elətdirirlər. Nazirlik rəsmisinin sözlərinə görə bu kimi layihələrin həyata keçirilməsi ölkəyə turist cəlbinə xidmət edə bilər.